Salam uşaqlar. Necəsiz? Yaxşı, siz necəsiniz? Yaxşıyam, çox sağ olun. Deməli, bugünkü mövzumuzu daha maraqlı bilmək üçün mövzu ilə əlaqədar olaraq təqdimat hazırlamışam. Həmin təqdimatın əsasında da bugünkü dərsimizi keçəcəyik. Əyanilik biliklərin daha dərindən mənimsənilməsinə kömək olur o məqsədlə. Deməli, uşaqlar, təqdimatı təqdim edeyim sizə. Görürsünüz ekranımı? Bəli. Deməli, təqdimatda 19-cu xəritəsi, dünya siyasi xəritəsi təsvir edilmişdi. Deməli, 19-cu əsrin ikinci rübündə bir nömrəli ərazidə uşaqlar hansı dövlət yerləşirdi? Osmanlı İmperiyası yerləşirdi. Tamam, ərazidə? Qacarlar dövləti. Düzdür. 3 nömrəli ərazidə biz. Rusiya imperiyası yerləşirdi. Tamamilə düzgündür uşaqlar. 19-cu əsrin ikinci rübündə bu dövlətlər əsasən hansı ərazi uğrunda bir-birləri ilə müharibə aparmışdılar? Cənubi Qafqazın əsasən də Şimali Azərbaycan uğrunda müharibə etmişlər. Düzgündür. Bu 19-cu əsrin ikinci rübündə aparılan bu müharibələrin sonu hansı müqavilələrlə yekunlaşmışdı biz? İkinci Rusiya-Qacar müharibəsinin nəticəsi sonunda 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalanmışdır. Tamamilə doğrudur. Bəs Rusiya-Osmanlı müharibəsinin nəticəsi necə oldu? Rusiya-Osmanlı müharibəsi 1829-cu ildə imzalanmış Ədəbiyyat müqaviləsi ilə başa çatdı. Tamamilə doğrudur uşaqlar. Deməli, Venn diaqramı təqdimatda göstəriləcək. Türkmənçay və Ədəbiyyat müqavilələri üçün oxşar cəhət nədən ibarətdir uşaqlar? Hər iki müqavilənin nəticəsində Şimali Azərbaycanın Rus imperiyası tərəfindən işğalı məğlub dövlətlər tərəfindən tanındı. Düzdür. Daha kimin əlavəsi var? Mənimki Şimali Azərbaycan, hətta bütün Cənubi Qəbul edirəm. Nigar, sən nə kimi əlavə nəticə çıxarda bilərsən? Bir nəticəsi də odur ki, Şimali Azərbaycan torpaqlarına məğlub olmuş dövlətlərin ərazilərinə erməni ailələri götürüldü. Düzdür. Tamamilə düzgünmüş olur. Bizim bugünkü mövzumuz da Şimali Azərbaycanda müstəmləkə rejiminin yaradılmasıdır. Təbii ki, məlumdur ki, Şimali Azərbaycan bəhs edilən dövrdə Rusiya imperiyasının müstəmləkəsi idi. Ona görə biz müstəmləkəçilik siyasəti dövründə Rusiyanın Şimali Azərbaycanda tətbiq edildiyi inzibati idarə üsulları, bir də ki, gördüyü sosial tədbirlər haqqında məlumat əldə edəcəyik. Amma öncə video dərsə baxmağa dəvət edirəm sizi. Həm də ki, müstəmləkə rejimi yaradılması adlı mövzudakı xəritə ilə yaxından tanış olasınız. (1828-ci ildə Türkmənçay müqaviləsinin imzalaması ilə vətənimiz iki hissəyə parçalandı. Müstəqillimizin əsas təminatısı sayılan xanlıqlar ləğv edilərək Rusiyanın əyalətlərinə çevrildilər. Çar Rusiyası Şimali Azərbaycanda müstəmləkə siyasətini necə təşkil etmişdir? Türk müsəlman xalqlarına düşməncəsinə yanaşan Rusiya zəbt etdiyi Şimali Azərbaycanda çox ağır hərbi işğal rejimi yaratdı. Bütün Qafqazı Rus çarının təyin etdiyi baş hakim idarə edirdi. Keçmiş xanlıqların yerində yaradılmış əyalətləri isə komendantlar idarə edirdilər. Qafqazın baş hakiminin Rus zabitləri içərisindən təyin etdiyi komendantlar çox geniş səlahiyyətlərə malik idilər. Bütün gəlir mənbələrinə, təsərrüfat sahələrinə və vergilərin yığılmasına nəzarət, mahal naibi və ya kəndxuda təyin etmək, məhkəmə səlahiyyətləri. Onlar vəzifələrindən sui-istifadə edərək özbaşınalıq edirdilər. Komendantların yalnız ölüm hökmü vermək hüquqları yox idi. Lakin komendantlar Azərbaycanlıları ölüm hökmü ilə cəzalandırırdılar.
Çar hökuməti xanlıqlar dövründə geniş hüquq və imtiyazlara malik olan, əsasən bəy, ağa və ruhanilərdən ibarət olan ali müsəlman təbəqəsinin torpaq hüququna və imtiyazlarına da ağır zərbə vurdu. Ali müsəlman silki Çar 1-ci Nikolayın 1843-cü il 10 mart tarixli fərmanına əsasən təsis edilmişdi. Ali müsəlman silkinə keçmiş xanlar, bəylər, ağalar və məliklər daxil idilər. Onlar milli və dini ayrı seçkiliyə məruz qaldılar. Feodalların bəzi nümayəndələri ən yaxşı halda komendantlara xidmət etmək, vergiləri vaxtı-vaxtında toplamaq şərti ilə kəndxuda və mahal naibi vəzifələrini daşıya bilərdilər. Komendantlar hökumətə sədaqətlə xidmət edən bu şəxslərə tiyul torpaqları bağışlayırdılar. Rusiyaya düşmən olan bəy və ağaların torpaqlarını isə müsadirə edirdilər. Rusiyanın müsəlman əyalətlərində həyata keçirdiyi vergi siyasəti xalqımızın soyulub talan edilməsinə yönəlmişdi. Müsəlman əyalətlərinin açıq şəkildə qarət olunmasında əsas rol komendanta məxsus olsa da, digər məmurlar da özbaşınalıq və qanunsuzluq etməkdə ondan geri qalmırdılar. Kəndlilərin, sənətkarların və tacirlərin üzərinə qoyulan vergilərin miqdarı əvvəlki dövrdən qat-qat çox idi. Əhali getdikcə müflisləşirdi. Toplanılan vergilər komendantlar tərəfindən acgözlüklə mənimsənilir, xəzinəyə cüzi miqdarda göndərilirdi. Bu cür hallar mərkəzi hakimiyyətin nəzarətindən yayılmadı. 1829-1830-cu illərdə Cənubi Qafqaza yoxlamalar aparmaq üçün göndərilmiş senatorlar Kutaysov və Meşnikov müsəlman əyalətlərinin maliyyə vergi sistemində həddindən çox qanunsuzluq və özbaşınalıq üzə çıxardılar. Senatorlar Şimali Azərbaycanda üsyanların baş verəcəyindən ehtiyat edərək çara komendant idarə üsulu dərhal ləğv etməyi təklif etdilər. Deməli, uşaqlar, siz təqdim elədiyim video dərslə və dərslik kitabındakı xəritə ilə yaxından tanış oldunuz. Odur ki, mən belə bir tədqiqat sualı qoymaq istərdim. Rusiya imperiyası Şimali Azərbaycanda müstəmləkəçi hakimiyyəti möhkəmləndirmək üçün ilkin olaraq hansı tədbirlər həyata keçirilmişdi? Və biz bu sualı cavab tapmamız üçün sizə onlayn tapşırıqlar hazırlamışam. Orxan, sənə göndərdiyim onlayn tapşırığı öz ekranı nümayiş elətdirərək bizə təqdim elə. Bəli. On 19-cu əsrin 30-cu illərində Şimali Azərbaycan xəritəsində göstərilən əraziyə uyğun gələn inzibati vahidi təyin edin. Deməli, tapşırığım bundan ibarətdir. Başda görək. Dərbənd əyaləti 1810, Quba əyaləti 1806, Bakı əyaləti 1806, Şirvan əyaləti 1820, Lənkəran əyaləti 1826, Qarabağ əyaləti 1822, Erməni vilayəti 1828, Zarbalakan dairəsi 1830, Ortalı məntəqəsi 1804, Qazax məntəqəsi 1819, Şəki əyaləti 1819, Yezdivatbel dairəsi 1804, Şəmşəhəttin məntəqəsi 1819-cu il. Cavabını yoxla görək. Afərin. Orxan, sən tapşırığına əlavə olaraq belə bir sual vermək istəyərdim ki, səncə niyə Rusiya imperiyası Naxçıvan və İrəvan əyalətində məhz yaratdı erməni vilayətini? Niyə başqa əyalətlərdə yox? Çünki Naxçıvan
və İrəvan əyalətləri Şimali Azərbaycanın Osmanlı İmperiyası ilə sərhəddə yerləşən ərazilərindən biri idi. Rusiya İmperiyasının niyyəti də Şimali Azərbaycanda xristian dövlət yaratmaq idi. Çox gözəl. Deməli, bu fikrini sən nəyə əsaslanaraq deyirsən, Orxan? Erməninin Şimali Azərbaycan köçürülməsi siyasətində rəhbərlik edən erməni mənşəli Rus polkovnik Lazarev İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi. Orada, yəni Şimali Azərbaycanda siz xristiyanları məskunlaşdığı yeni vətən əldə edəcəksiniz. Tələsin vaxt qiymətlidir. Acı itkiyə məruz qalsanız da qısa zamanda hər şey nail olacaqsınız. Özü də həmişəlik. Çox gözəl, tamamilə düzgündür, əsaslandırdın da mənbəyə istinad eləyərək. Belə bir xristian dövləti Rusiya imperiyasına necə kömək olacaqdır ki, uşaqlar? Rusiya imperiyası ermənilər vasitəsilə hər iki xalqı gərgin vəziyyətdə saxlayaraq Cənubi Qafqazı öz nəzarətində tutacaqdır. Beləliklə də başı ermənilərin süni münaqişələrində qarşı Türk xalqlarının Qafqazı iddia etməyə imkanı yoxdur. Daha kimin əlavəsi var? Məsələn, Səbinə, sən nəsə deyə bilərsən bu mövzuda? Mən deyə bilərəm, Rusiya İmperiyası Türk dövlətinin sərhəddində xristian vilayəti yaratmağa çox məntiqli addım atmışdır. Çünki Rusiya İmperiyası Osmanlı İmperiyası ilə Azərbaycan dövlətinin birləşir, ona qarşı çıxmasına çox ehtiyat edirdi. Və xristian vilayəti yaradıldıqdan sonra iki Türk dövlətinin əlaqələri məhdudlaşacaqdır. Və bundan sonra da Rusiya İmperiyası öz işğalçı planlarına salıb həyata keçiriləcəkdir. Əslində, yəni bu erməni vilayəti Rusiyanın Türk müsəlman xalqından qorxduğunu sübut edir, yaratmaqda məqsədi, çünki onların bir-birləri ilə ünsiyyətini kesmək idi. Tamamilə düzdür, uşaqlar. Orxan, sən ekranın demonstrasiyasını dayandır və Nigar, sən öz ekranını nümayiş elətdirərək sənə göndərdiyim onlayn tapşırığı həll eləməyə başla. Qafqazın baş hakiminin aiddir. Qafqazın mülki və hərbi hakimiyyətə malik idi. Bu doğrudur. Rusiya çarı tərəfindən təyin edilirdi. Bu da doğrudur. 3 komendanta tabi idi. Səhvdir. Qafqazın baş hakimi Rusiyanına tabi idi. Rus zabiti idi. Doğrudur. Mahal nabi və kəndxudanın vəzifəyə təyin edildi. Səhvdir. Qafqazın baş hakimi komendantı vəzifəyə təyin edildi. Cavab düz oldu. Komendantı aiddir. Əyalətləri idarə ölüm hökm vermək hüququ amma qarda səlahiyyətlərini aşırdılar və narazı qaldıqları insanları öldürməkdən çəkinmirdilər. Mahal nabi tabi idi. Səhvdir. Onlar Qafqazın baş hakiminə tabi idilər. Sonra məhkəmə səlahiyyətləri var idi. Bu da doğrudur. Düzdür. Tamamilə. Davam edək. Mahal nabi və kəndxudaya aid deyil. Sədaqətli xidmətləri müqabilində fiil torpaqları alırdılar. Bu onlara aiddir. Mahalda və kəndlər məhkəmə və hərbi hakimiyyətə malik idilər. Bu onlara aid deyil. Onlar bu fakt komendanta aid idi. Rus zabitləri içərisindən bu da onlara deyil. Çünki onlar sədaqətli xidmətlər qarşısında yerli ağa və bəylərdən seçilirlər. Sonra mahalda və kəndlər olması işinə baxırdılar. Bu onlara aiddir. Komendant tərəfindən seçilən bəylər ağalardan təyin edilirlər. Bu da doğrudur. Çox gözəl, Nigar. Tamamilə düzdür. Afərin. Şükanı belə saxla. Deməli, Nigar, səncə niyə belə rəhbər vəzifələrə yerli ağa və bəylər təyin edilməmişdi? Çünki Rus çarı yerli xalqa deyil, yəni onlardan ayrı olan yerli xalqdan deyil, hətta
ümumiyyətlə bütün müsəlman ailə təbəqələrinə də etibar etmirdilər. Buna görə də onları ailə vəzifələrə, yüksək vəzifələrə qoymurdular, onları təyin etmirdilər. Çünki onların əlinə silah verməkdən qorxurdular ki, həmin silah onlara geri çevrilə bilər. Düzdür. Daha kimin əlavəsi var? Yerli əhali hakim vəzifələrə təyin etmək Rusiya imperiyası bununla da bir məqsəd güdürdü. Onun məqsədi bu üsuldan yerli əhaliyə öz idarəçilik hüquqlarını və tariximizi unutmaq idi ki, bundan sonra da biz artıq müstəqilliyə meyl etməyəcəkdik və yalnız Rusiyanın maraqlarına əhatə edən işlərlə məşğul olacaqıq. Düzdür. Yəni bizi dövlətçi tariximizi, dövlət idarə etmə qaydalarını unutturmağa çalışırdı. Tamamilə düzgündür, razıyam. Adı nədir? İndi uşaqlar mövzunun ikinci hissəsi ilə bağlı, Nigar, sən demonstrasiyanı dayandır. Mövzunun ikinci hissəsi ilə bağlı məlumatlar əldə etmək üçün növbəti video dərsə baxmağa dəvət edirəm sizi. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycanda bir neçə xristian xalqların nümayəndələri məskunlaşdırıldı. Almanlar, ruslar və ermənilər. Bu siyasətin əsas məqsədi özlərinə sosial və etnik dayaq yaratmaq idi. Çar Rusiyasının köçürməz siyasətinin müsbət və mənfi cəhətləri nə idi? 19-cu əsrin əvvəllərində Almaniya əhalisi 1-ci Napoleonun işğalçı müharibələri və feodal zülmündən ağır vəziyyətə düşdü. Əhalinin bir hissəsi vətənlərini tərk etdi. 1818-ci ildə Rusiya hökuməti Cənubi Qafqaza köçürdüyü Alman ailələrinin bir hissəsini Yelizavetpol dairəsində məskunlaşdırdı. Burada 2 Alman koloniyası yaradıldı. Göygöl ərazisində Yelnendorf və Şəmkir ərazisində Annenfeld. Çar hökuməti belə hesab edirdi ki, Alman kolonistləri bölgədə Avropa əkinçilik mədəniyyətinin yayılmasında mühüm rol oynayacaqlar. İlk vaxtlar bu koloniyalar Azərbaycandan yığılan gəlirlər hesabına saxlanılırdı. Almanların məskunlaşdırılmasından sonra Qərb bölgəsində yaşayan yerli Azərbaycanlı əhali də Almanlar kimi 6 zirzəmili, üstü çardaqlı, damı kiremitli evlər tikməyə başladı. Kənd təsərrüfatında işlədilən 4 təkərli, furqon tipli at arabalarının düzəldilməsi də Almanların gəlişindən sonra baş verdi. Eyni zamanda Almanlar da yerli əhalidən müəyyən kənd təsərrüfatı vərdişlərini mənimsədilər. Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq Rusiyanın çoxdankı planı idi. Hələ 18-ci əsrdə 1-ci Pyotr bu siyasəti həyata keçirmək üçün ilk addımları atmışdı. 1828-ci ildə Türkmənistan müqaviləsi və 1829-cu ildə Ədirnə müqaviləsində ermənilərin İrandan və Osmanlı İmperiyasından Rusiya ordusunda xidmət edən erməni zabitləri bu işə cəlb olundu. Bu siyasətin həyata keçirilməsinə rəhbərlik edən erməni mənşəli Rus polkovniki Lazarev İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: Azərbaycanda siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz. Tələsin, vaxt qiymətlidir. Azca itkiyə məruz qalsanız da qısa zamanda hər şeyə nail olacaqsınız. Özü də həmişəlik. Rusiya imperiyası erməniləri əsasən keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Borsalıda məskunlaşdırmaq siyasəti yeridirdi. Qısa müddət ərzində bu bölgələrə 130 minə qədər erməni köçürüldü. Sonraki dövrdə bu proses davam etdirildi. İrəvan və Naxçıvan ərazisində erməni vilayəti quruldu. Lakin Naxçıvanda yerli əhalinin ciddi müqaviməti nəticəsində bu bölgədə ermənilərin kütləvi məskunlaşdırılması baş tutmadı. Ən böyük ədalətsizlik təsərrüfat yaratmaq üçün Azərbaycanlılara məxsus yararlı, münbit torpaqların ermənilərə verilməsi idi. Çar hökuməti köçürüb gətirdiyi erməni əhalisini çox yüksək səviyyədə himayə edirdi. Onlar 6 il ərzində bütün vergi və mükəlləfətlərdən azad edildi və hətta Qazarlar dövlətindən alınan təzminatın bir hissəsi əlavə vəsait kimi onlar üçün ayrıldı. Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, Çar hökuməti Şimali Azərbaycanda əhalinin etnik tərkibi uzun müddət dəyişdirə bilmədi. İrəvan xanlığını işğal etmiş Rus generalı Paskeviç ermənilərin köçürüb yerləşdirilməsindən sonra belə
İrəvan bölgəsi əhalisinin 3/4 hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Şimali Azərbaycanın işğalından sonra Rusiya Azərbaycana rus kəndlilərində köçürməyə başladı. İlk olaraq Azərbaycana Pravoslav kilsəsinə qarşı çıxanlar köçürülürdü. Çarın 20 oktyabr 1830-cu il tarixli fərmanı ilə qısa müddət ərzində yüzlərlə təriqətçi və bidətçi rus ailəsi köçürülərək Azərbaycanın Şirvan, Lənkəran və Qarabağ bölgələrində yerləşdirildi. 30-a qədər rus kəndi salındı. Köçürülən rus əhalisi ilk vaxtlar yerli əhalinin hesabına ərzaq məhsulları ilə də təmin olundu. Rusların əsasən yerli əhaliyə məxsus yaylaq və qışlaqlarda yerləşdirilməsi ənənəvi yarımköçəri maldarlıq təsərrüfatına böyük ziyan vurdu. Çar Rusiyasının Şimali Azərbaycanı yaratdığı müstəmləkə rejimi, zoraki köçürmə siyasəti və açıq qayrət sistemi işğaldan bir qədər sonra müstəmləkə əsarətinə qarşı üsyanlara. Deməli, uşaqlar, mövzumuzun ikinci hissəsi ilə də video dərsə baxaraq tanış oldunuz. İndi isə əldə elədiyimiz məlumatları tətbiq edərək daha da yaxşı mənimsəyək. Odur ki, Nigar, Səbinə, üzrlə hesab edin. Səbinə, sənə göndərdiyim onlayn tapşırığı həll elə, öz ekranı demonstrasiya edərək. Şimali Azərbaycana köçürülən millətlərə aid olan məlumatları müvafiq şəkildə yerləşdirin. Tapşırığını həll elə. 6 il müddətində bütün vergi və mükəlləfiyyətlərdən azad edilmişdilər ermənilər. Qacar dövlətindən alınan təzminatın bir hissəsi əlavə vəsait kimi onlara ayrılmışdı ermənilər. Şimali Azərbaycanda ilk olaraq onlardan təriqətçilər və bidətçilər məskunlaşdırılmışdı. Ruslar əsasən Şirvan, Lənkəran və Qarabağ ərazisində yerləşdirilmişdilər Ruslar. Rusiya çarının 20 oktyabr 1830-cu il tarixli fərmanı ilə Şimali Azərbaycana köçürülmüşdür Ruslar. Şimali Azərbaycanda füzə kəndləri salınmışdır Ruslar. Damı kirəmitli, zirzəmili və çardaqlı evlərdə yaşardılar Almanlar. Əsasən Qarabağ, Naxçıvan, İrəvan və Borçalı ərazisində yerləşdirilmişdilər ermənilər. Napoleonun işğalçı müharibələr nəticəsində ölkələrini tərk etmişdilər və Rusiyaya sığınmışlar Almanlar. Don və Ammenfeld adlı koloniyalarda məskunlaşdırılmışlar Almanlar. Şimali Azərbaycana 1817-1818-ci illərdə köçürülmüşdür Almanlar. Göygöl və Şəmkir ərazilərinə köçürülmüşdür Almanlar. İrəvan və Naxçıvan ərazisində onlara vilayət təşkil edilmişdi ermənilər. Təsərrüfatda 4 təkərli furqon tipli arabalardan istifadə edirdilər Almanlar. Yoxla cavabını. Çox gözəl. Afərin. Deməli, Səbinə, sənin tapşırığını daha da gəl dərinləşdirək növbəti suallara deməli, cavab taparaq da. Səncə bu xristian millətləri köçürməkdə Rusiyanın məqsədi nə idi? Bildiyimiz kimi Ruslar xristianlardır və əzəldən bəri Ruslar türklərə və hər üstəlik müsəlmanlara qarşı bir ədavətlə, öz ədavətləri ilə seçilirlər və onlar bayağı da qeyd etdiyim kimi Osmanlı İmperiyasının Azərbaycan dövlətinin birləşib ona qarşı yönəlməsindən çox qorxurdu və özünə dayaq olaraq bu ərazilərdə xristian dövləti yaratmışdı. Dövləti yox, vilayət yaratmışdı. Düzdür. Yəni ki, özünə dayaq yaratma məqsədi ilə köçürülmüşdü xristian millətləri, düzdür. Bəs bu Alman, erməni və Rus və başqa xristian millətlər də, sayılı xristian millətlər də köçürülmüşdü. Onlar necə kömək olacaqdılar ki, Rusiya imperiyasına? Kim cavab verir? Uşaqlar, kimin əlavəsi var?
Burada Rusların Hristiyan ailələrini yerləşdirməklə burada baş verən hadisələri, üsyan planlarını, hər cür hadisələrin hamısını Rus dairə rəislərinə və zabitlərə xəbər verəcəkdir. Planlarını, məqsədlərini, məramlarını yerli əhalinin düzdür. Sonra daha necə kömək ola bilərdilər? Orhan, sənin nə kimi əlavən var? Əgər Rusiya müstəmləkəçiliyinə qarşı üsyanlar olardısa, Rusiya hərbi olacaq. Eşitmədim Orhan, bir də təkrarlayardın cavabını. Əgər Rusiya müstəmləkəçiliyinə qarşı üsyanlar olardısa, Rusiya hərbi qüvvələrinə kömək olacaqdılar. Tamamilə düzdür bu uşaqlar. Biz Rusiya hardan belə güvənirdi, inanırdıq bu xristian millətlərə? Bəlkə nəsə bir tədbirlər görmüşdü onların güvənini qazanmaq üçün. Artıq o tədbirlərdən əmin idi ki, xristianlar heç vaxt ona xəyanət eləməyəcəklər. Yəni bu güvənc hissi hardan idi belə xristianlara? Bəli, buna görə tədbirlər görmüşdü. Bu tədbirlərdən birinə nümunə olaraq demək olar ki, Yernendorf və Annenfeld koloniyalarına köçürülən almanlar ilk vaxtlarda bütün vergilərdən üzr istəyirəm, ilk vaxtlarda yerli əhalinin hesabına saxlanılırdı. Bu güzəşt təbii ki, çox böyükdür. Feodalizm dövrü üçün yəni vergilərdən azad edilmək, hətta yerli əhalinin hesabına saxlanılmaq, məncə bu çox böyük güzəşt hesab eləmək olar. Daha kimin əlavəsi var? Məsələn, Ruslara nə kimi güzəşt olundu? Ruslardan ilk olaraq təriqətçilər və bidətçilər köçürülmüşdü. Onlar Rusiyada çox böyük təqiblərə, təhqirlərə məruz qalırdılar. Amma Azərbaycana gətirildikdə onlara çox böyük səlahiyyətlər verildi və onların yaşayışı, güzəranı olduqca yaxşılaşdırıldı. Hətta onlar ilk gəldiyi vaxtlarda əhalinin ərzaq ehtiyatı hesabına təmin edilirdilər. Çox gözəl. Bəs ermənilər? Ermənilər isə 6 il ərzində bütün vergi və mükəlləfiyyətlərdən azad edilirdilər. Hətta Qacar dövlətindən alınan 20 milyon gümüş manat təzminatın bir hissəsi onlara əlavə vəsait kimi ayrılmışdı. Hətta təsərrüfat yaratmaqları üçün Azərbaycanlılara məxsus yaralı münbit torpaqları onlara verilmişdi. Çox gözəl. Məncə ən ədalətsiz cəhəti də bu idi ki, Azərbaycanlardan alınıb özü ən münbit torpaqlar. Hansı dövrdən söhbət gedir, özü də feodalizm dövrüdür. Əsas gəlir mənbəyi də torpaqdır. Deməli, səni də torpaqdan məhrum edirlər. Məncə bu ən ədalətsiz ayrı seçici hissəsi idi. Çox gözəl. Səbinə, demonstrasiyanı dayandır. Deməli, tapşırığınızı işlədiniz. Çox gözəl. İndi mən öz ekranımı demonstrasiya edeyim sizə. Tapşırıqlar işləmə şəklinizdən aydın oldu ki, mövzunu çox dərinə mənimsəmisiniz və mövzunu ümumiləşdirmək istəyərdim qısaca. Deməli, uşaqlar, Rusiya imperiyası öz hakimiyyətinin ilk illərində inzibati sahədə hansı tədbirlər görmüşdü? Rusiya imperiyası Azərbaycanda işğal olunmuş xanlıqların yerinə əyalətlər yaratmışdı. Bu əyalətləri isə idarə etmək üçün komendantlar təyin etmişdi. Həmçinin Naxçıvan və İrəvan əyalətlərini ləğv edərək yerində erməni vilayəti yaratmışdı. Düzdür. İdarə sahəsində hansı yenilik olmuşdu? Xanlıq. Bəli. Orhan, sən cavab versən. Bəli. İdarə sistemində hansı tədbirlər həyata keçirmişdi? Xanlıq idarə usulunun yerində hərbi idarə usulu olan komendant idarə usulu yaradılmışdı. Komendantlar yerli əhaliyə qarşı özbaşınalıqlar edir, qanunsuz vergilər toplayırdı. Ona qarşı çıxanları mühakiməsiz öldürməkdən çəkinmirdilər. Bunu istinad edə bilərsiniz mənbəyə? Bu fikri əsaslandıra bilərsiniz? Bəli, mən əsaslandırdım. Rusiyası o dövrdə
Çar Rusiyası Meşnikovu və Kutsayevu göndərir ki, Azərbaycandakı maliyyə vergi sistemini yoxlasınlar. Bu zaman çoxlu qanunsuzluqlar üzrə çıxarırlar. Buna görə də təcili olaraq 1. Nikolaya raport yazırlar. Raportda isə bu sözlər yazılmışdı. Rus dairə rəislərinin və zabitlərin azğınlığı, insanların əziyyət çəkdiyi əzəbəziyyət insanı dəhşətə gətirir. Burada insan ləyaqəti tapdalanmış və hər cür qanunsuzluğa yol verilmişdir. Qanundan isə yalnız insan əsarəti üçün istifadə edilmişdir. Daha sonra isə onlar bu raportu yazdıqdan sonra 1. Nikolaya birbaşa təklif etmişdilər ki, təcilən bu komendant üsulu ləğv edilməlidir. Çünki xoşbəxtlikdən əhalinin səbr kəsası olmuş, lakin daşmamışdır və bu sözlər yazılır. Çox gözəl, Nigar. Mənbəyə də əsaslandın, çox gözəl uşaqlar. Və sosial sahədə hansı tədbir görmüşdü? Rusiya imperiyası Şimali Azərbaycan ərazisinə erməni, rus və almanları köçürməklə burada özünə sosial dəyər yaratmışdı. Ermənilər də qaldı, hansı ki, sonra bizə çox baş ağrısı olacaqdılar. Rus, erməni və alman və digər xristian millətlərin nümayəndələrini köçürmüşdü. Düzdür uşaqlar. İndi mövzu ilə tanış oldunuz, ümumiləşdirmə apardınız. İndi bu Rusiyanın Şimali Azərbaycanda tətbiq elədiyi bu müstəmləkəçilik siyasətinin xarakterini necə səciyyələndirərsiniz, necə qiymətləndirərsiniz? Bu işğalçılıq siyasəti, yəni müstəmləkə siyasəti xalqımıza həm milli, həm də dini olaraq ayrı-seçkilik ilə səciyyələndirir. Milli və dini ayrı-seçkilik kimi səciyyələndirsən, düzdür. Və bu ayrı-seçkilik özünü nədə göstərirdi? Bu ayrı-seçkilik özünün rəhbər vəzifələrinə yerli əhalinin seçilməməsi özünü əks etdirirdi. Daha kimin əlavəsi var? Həm də bu ayrı-seçkiliyi bura köçürülən xristianların edilən güzəştlərdə də görmək olar. Düzdür uşaqlar, tamamilə düzdür. Sualları çox gözəl cavablandırdınız. İndi əldə elədiyimiz bilikləri yaradıcı şəkildə tətbiq etməyə dəvət edirəm. Odur ki, sizə hazırladığım təqdimatda hazırladığım cədvəli təqdim etmək istəyirəm və həmin cədvəli birlikdə doldurmaq deməli. Sizə açar sözlər olaraq Rusiya çarı və Rusiya imperiyası sözləri saxlanılıbdır. Amma seçir və idarə edir sözlərindən çıxış edərək digər xanaları dolduracağıq. Rusiya çarı seçir, birinci sol tərəfi dolduraq. Rusiya çarı seçirdi. Baş hakim. Düzdür. Sonra baş hakimi seçir. Komendantı. Düzdür. Sonra komendant seçir. Mahal naibi Kədxuda. Düzdür. İndi idarə edir sözündən çıxış edir. Bilir ki, Rusiya çar Rusiya imperiyasını idarə edir. İndi Qafqazın baş hakimi idarə edirdi. Yəni bu Qafqaz. Düzdür. Komendant. Əyalət və dairə. Əyalət və dairəni, düzdür. Eyni zamanda əyalət və dairə də Cənubi Qafqazın Cənubi Qafqaz özü, yəni əyalət və dairələrə bölünürdü inzibati cəhətdən. Mahal naibi idarə edirdi. Mahallı. Kəndxuda da. Kəndi. Eyni zamanda sağ tərəfdəki cədvəldən çıxış edə belə bir nəticəyə gələ bilər ki, əyalətləri özü bölünür mahalla, mahal da kəndə. Çox gözəl uşaqlar. Cədvəli uğurla doldurduq. Sizin üçün təqdimatda qərarlar ağacı yerləşdirmişəm. Qərarlar ağacının budaq yarpaqlı hissəsi təbii ki, müsbət tərəfidir. Yarpaqsız hissəsi mənfi tərəfini əks elətdirir. Biz bu qərarlar ağacında Rusiyanın Şimali Azərbaycana köçürmə siyasətini qiymətləndirəcəyik. Onun müsbət və mənfi nəticələrini tapacağıq və ağacın hər iki tərəfində yerləşdirəcəyik uyğun şəkildə. İndi uşaqlar sizə müraciət edirəm. Rusiya imperiyasının köçürmə siyasətinin birinci başlayaq müsbət nəticələrindən. Kim özünün gəldiyi müsbət nəticəni deyər? Müsbət nəticələri oydur ki, məsələn, Almanların Azərbaycana gətirilməsi müsbət cəhətləri var idi. Onlar
Almanlar gəldikdən sonra Azərbaycanlılar Avropa əkinçiliyini mənimsədilər. Dörd təkərli furqon tipli at arabalarına istifadə etməyə başladılar. Həmçinin onlar kimi altı zirzəmili, üstü çardaqlı və damı kirəmitli evlər tikməyə başladılar. Bu da onların müsbət cəhətləri. Tamamilə düzdür. Baxaq cavablarımıza. Müsbət tərəfdə yer aldı cavablarımız. Düzdür. İndi mənfi tərəfi işləyək uşaqlar. Köçürmə siyasətinin Azərbaycan xalqına, onun tarixinə verdiyi mənfi nəticələri. İndiki Dağlıq Qarabağ münaqişəsinə səbəb olaraq o vaxtlar ermənilərin Şimali Azərbaycan ərazisinin düşməsində nümunə var. Yəni Şimali Azərbaycanı Ruslar erməniləri köçürməsəydi, hal-hazırda biz Dağlıq Qarabağ problemi ilə rastlaşmış olmayacaqdıq demək istəyirdim. Tamamilə düzgün qəbul edirəm. Sonra kimin əlavəsi var? Bizim tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması. Yəni indiki Ermənistan Respublikasının yaradılması mənfi nəticədir. Qəbul edirəm. Sonra? Etnik tərkibimizi dəyişməyə çalışırdılar. Bacardılar. Düzdür. Yəni etnik dəyişikliyə məruz qaldı yerli əhalinin tərkibi. Sonra? Bir də yaran köçəri həyat yaşayan kəndlilərə böyük ziyan vuruldu da. Yaylaq və qışlaq maldarlığına ziyan vuruldu. Qəbul edirəm uşaqlar, düzdür. Nigar sənin sözünə əlavə, mənfi nəticəni əlavə olaraq qeyd eləmək istəyərdim ki, nə qədər də bizim etnik tərkibimizi dəyişməyə çalışsalar da, Paskeviç özü etiraf eləyirdi ki, yəni yenə də, məsələn, İrəvan əyalətindən yazırdı ki, yenə də əhalinin 4də 3 hissəsini Azərbaycanlılar təşkil eləyirdi. Çox gözəl uşaqlar. Deməli, sizə bir mənbə təqdim eləyirəm. Bir dəqiqə vaxt verirəm ki, həmin mənbə ilə tanış olasınız və sonra mənbəyə əsaslanaraq qrafik dolduracağıq. Tanış olun mənbə ilə. Uşaqlar, mənbə ilə tanış oldunuz? Bəli. Uşaqlar, mənbənin müəllifi Rus tədqiqatçısıdır, Şavrovdur. Bilirsiniz ki, indiki ermənilər iddia edirlər ki, onlar Azərbaycan, ümumiyyətlə Qafqazın yerli əhalisidirlər, nəinki yəni Azərbaycanın, bütün Cənubi Qafqazın. Hətta onların böyük Ermənistan adlı xulyası var ki, hansı ki Qara dənizdən Xəzər dənizinə qədər böyük bir ərazidə böyük Ermənistan dövləti olduğunu iddia edirdilər və digər xalqların bura gəlmə olduğunu qeyd edirlər. Həmçinin Azərbaycanlıların da. Amma biz bu mənbəyə əsaslanaraq sübut edəcəyik ki, xeyr, Azərbaycanlılar yox, məhz ermənilər buraya gəlmə xalqdılar. Çünki bu mənbənin müəllifi nə ermənidir, nə rusdur, yəni nə ermənidir, nə Azərbaycanlıdır. Yəni bir tərəf mövqedə dayanan bir şəxsdir, rusdur. Hətta belə götürsək, Rus xristian olduğuna görə hətta erməninin tərəfində çıxış edə bilərdi. Amma bu mənbə tamamilə ermənilərə əks tərəfdə çıxış edən Şavrov tərəfindən qeydə alınıbdır. İndi mənbə ilə tanış oldunuz, sizə aşağıdakı qrafiki doldurmağı dəvət edirəm. Uşaqlar, nə nəticəyə gəldiniz mənbə ilə tanış olandan sonra? 1828-ci ilə qədər Azərbaycanda ermənilərin sayı nə qədər imiş? 1828-ci ilə qədər Azərbaycanda ermənilərin sayı təqribən 300.000 nəfər idi. Düzdür. Sonra nə dəyişiklik baş verdi ki, ermənilərin sayı artdı? 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra Şimali Azərbaycan ərazisinə təqribən 40 minə qədər erməni köçürüldü ki, bundan sonra 1829-cu ildə Şimali Azərbaycanda artıq təqribən 340 min nəfər erməni yaşayırdı. Tamamilə düzgündür. Sonra növbəti artım hansı hadisə ilə əlaqədardır? Ədirli sülhünə görə Osmanlı İmperiyası ərazisindən 84 min erməni köçürüldü və bununla da 1830-cu ildə Şimali Azərbaycanda 424 min erməni oldu. Bəs uşaqlar, Şavrovun bu məlumatı qeydə aldığı 1911-ci ildə hesablamalara görə nə qədər erməni yaşayırmış Şimali Azərbaycanda? 1 milyon 300 min. Tamamilə düzgündür.
Deməli, ermənilər, bu qrafikimiz sübut elədi ki, ermənilər bura gəlmədilər və ermənilər artım dinamikasını göstərdi Azərbaycanda. Tamamilə düzgündür. Deməli, uşaqlar, çox gözəl. Mövzunu tam şəkildə mənimsədiyinizi düşünürəm. Çünki cavablarınız bunu sübut edir. Odur ki, sizə ev tapşırığı verirəm. Ev tapşırığınız bundan ibarətdir. Rusiya imperiyasının davamlı köçürmə siyasəti nəticəsində hal-hazırda Azərbaycan Respublikasında mövcud olan Rus kəndlilərinin sayını, adını, yerləşdikləri rayonların adlarını, əhalisinin sayını özündə əks etdirən statistik diaqram hazırlayın. İpucu olaraq da sizə məşhur Rus kəndləri, hal-hazırda, yəni Azərbaycan ərazisində olan məşhur Rus kəndləri olan Slavyanka və Ivanovkanın fikirlərini paylaşmışam. Deməli, bugünkü cavablarınız, tapşırığı həll etmə qabiliyyətiniz, hadisələri təhlil etmə səviyyənizi, mənbələrə əsaslanmağınızı, hər şey sistemli şəkildə işləmə bacarığınızı nəzərə alaraq sizi deməli 4-cü səviyyəyə uyğun olaraq qiymətləndirirəm. Çox sağ olun uşaqlar. İnşallah həmişə siz kanı belə saxlayasınız. Təhsilinizdə uğurlar hər birinizə.